Salam əziz dostlar və dəyərli izləyicilər. Ümid edirəm ki, yaxşısınız və necə deyirlər, yaxşı olmağa layiqsiniz. Və bu gün sizlər üçün çox maraqlı bir video çəkmək istərdim. Ümumiyyətlə hər hansı bir reading mətnini seçmişəm. Cambridge IELTS 17-nin akademik test üzərindən ikinci testi seçmişəm. İstərdim ki, bunu qısa olaraq sizlər üçün izah edim. Ümumiyyətlə reading bəzi tələbələr üçün böyük bir bəla yeri olsa da, bəzi tələbələr üçün çox asan, bəzi tələbələr üçün isə çox ortadır. Amma mən düşünürəm ki, reading çətin deyil. Sadəcə reading sevmək, readingdə söz ehtiyatı, readingdə strategiya və ən əsas məsələ diqqətdir. Yəni bunlardan üçündən biri olmasa, əlbəttə ki, reading sütun olaraq çökür. Burada bir mətin görürsünüz. Burada üç tür işləmə metodikası var. Mən bugünkü videoda birini göstərəcəm və digər videolarımda əlbəttə göstərmişəm, amma ara sıra mənə yazılan rəylərdən görürəm ki, bir çox tələbələrə deyə bilmərəm 100%, amma bir 70-80%, 90% tələbələrə köməyim dəyir deyə bu mənim çox xoşdur. Əlbəttə 100% kömək mümkün deyil, çünki hər bir insanı 100% şəkildə öyrədəcək deyə bir şey yoxdur. Xarakter, xasiyyət, düşüncə fərqli olduğuna görə. Düşünürəm ki, hər şey yaxşı ola bilər inşallah. Yaxşı olacaq da. Deməli, guys, mən sizlər üçün nə keçmək istəyirəm? Bu cür readingə necə başlaya bilərsiniz? Bu yeni başlayan tələbələr üçün bir növ strategiya üsulu ola bilər. Ümumiyyətlə, readingi gözündə böyüdən tələbələrə demək istəyirəm ki, heç nədən qorxmayın. Reading asandır. Kef edin, yəni yaxşı mənada. Baxın, burada mətindir. Mətnə belə ümumi luxuru verə bilərsiniz, nəzər yetirə bilərsiniz. 46, 47, West Bank, nə bilim, scroll, contain, word of the find, nə bilim, 800, 900 və s. və ilə axır baxdıq deyək ki. Bu bizim incələmə üsulumuzdur. Mən burada baxıram ki, şərtdə bir söz verir. Burada ehtiyatlı olmalıyam. Çünki ehtiyat ikinin yaraşıqdır. Niyə görə? Çünki bir söz verirsə, deməli mən bura iki söz yazmağım avtomatik səhvdir. Bəzən reading işləyən tələbələrin ən böyük bəlalı yeri readingdə bu problemləri olmasıdır. Əslində bunlar diqqət problemidir. Məsələn, burada 1946 və 47-ni göstərib bizə. Burada 3 punkt verib, 1 punktu dolu verib. Baxıram ki, burada belə bir qəribə bir ad var. Adı götürürəm. Bu ad buradadır. Çünki hətta 3 ilə verilir və demək olar ki, 3 də buradadır. Bu bizim əsas ipuclarımızdır. Yəni bu bizim üçün rahatdır. Artıq biz bildik ki, yeri təxminən buradan gələcək. Növbəti sözümüzə baxıram. Burada keçirəm bura. Burada bir sözümüz eşitmək sözüdür. Səsküy sözü var. Noise sözüdür. Teenager ola bilər açar söz kimi. Bir də through sözü var. Bu atmaq, tullamaq, nəsə belə bir şeydir. Belə bir məna verən bir sözdür. Mən baxmaq istəyirəm ki, burada növbəti cümləyə əlbəttə ki, baxacağam ki, burada nələr var. Burada bizim fikir versək, burada bizim eşitmək sözümüzü verib. Bizə burada noise sözünün biraz elə bir daha üst versiyasını verib və həmçinin də burada teenager məsələsində isə belə bir şeylə bizim necə deyim sinonimləşdirib və əsas məsələ nədir? Through nəyisə tullamaq, atmaq, silkələmək mənasını verdiyi kimi də bu sözlə bunun necə deyərlər sinonim sözü var və həmçində burada baxsaq e-artiklı görürük. E-artiklından da verilən iki söz var. Biri budur, biri isə shattering sound ifadəsidir. Bu isə burada shattering sound ifadəsi noise ifadəsi ilə verildiyinə görə heç strategiya tətbiq eləyərək cavabı necə deyirlər A götürürük, yəni rock sözünü götürürük və avtomatik cavabımız oldu rock. Yəni necə deyirlər, yaxşı mənada məzələnmək lazımdır reading mətnlərini. Yaxsa ayda reading necə olacaq, nə tür olacaq? Belə fikirlərlə reading eləmək əlbəttə ki, sizin ömrünüzü azaldacaq. Necə eləmək lazımdır? Readingi necə deyim, remove eləyin. Hər şey beyninizdən remove eləyin ki, heç nə yoxdur da. Yəni hər şey rahatdır. Növbəti gəlirəm teenagerları. Görürəm ki, burada açar sözümüz, bir neçə açar sözümüz var və burada Z artikel var. Və burada bu digər suala keçir. Mən avtomatik olaraq bəlkə də bəzi tələbələr növbəti paragraflara keçər, amma mən elə deyiləm. Çünki sırayla baxıram. Çünki ola bilər ki, burada necə deyim, bunu açar söz kimi verə bilər. Məsələn, baxsaq, bu bunun teenager və o və onun yoldaşları, tanışları mənasında bu bunun sinonimidir. Və avtomatik olaraq da burada went into içəri daxil olmaq enter-lə sinonimdir və bu enter-lə sinonim olduğuna görə və avtomatik D artiklı verildiğinə görə nə edirəm? Cavabı verirəm cave. Yəni görün necə rahatdır. Mən bunu seçməmişəm, nə də bunu əlbəttə ki, tələbələrlə işləmişəm. Sadəcə random olaraq çıxdı qabağıma, dedim ki, bunu sizlər üçün işləyim. Növbəti sözümüzə baxıram. Növbəti sözümüz nədir? Fikir verə bilərsiniz. Deməli, fikir versəm, növbəti sözümüz a number of'dur. A number of nə deməkdir? A number of bizim ən çox istifadə olunan sözlərimizdən biridir. Bu sözün sinonimləri çoxdur. Large ola bilər, nə bilim, a collection da ola bilər. Burada verilib hətta.
Biz baxırıq, nə bilim, many of da ola bilər, some of da ola bilər. Yəni bəzi situasiyalarda bir-birini dəyişə bilir. Mən baxıram ki, avtomatik olaraq burada belə bir məsələ var. Found verib. Mən də baxıram ki, burada deməli containers made of. Made of nədənsə hazırlanma verir. Burada da fikir verirəm ki, collection of large bla 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 contained falan verib. Made of nədən hazırlanıb? Fikir versəm burada clay Jars ifadəsini verib. Clay'dən hazırlanma sözünə görə, əslində burada tərcüməyə qatsam, clay sözünü orada avtomatik götürməliyəm. Çünki başqa heç cür söz bura uyğun gəlmir. Niyə gəlmir? Sizə mən onu izah etmək istəyirəm. A number of sözünü burada a collection-a verib. A collection of large jars bla bla bla. Contained eləyir nə? Nələrdən contained olunur? Nələrdən hazırlanır? Baxıram ki, jarsla da containers elə bir növ sinonimləşdirməyə çalışıb. Ona görə də cavab nə qalır? Clay qalır. Növbəti sualın cavabına baxmaq istəyirəm. 150 və 70 hissəsinə gəlmək istəyirəm. 150 və 70 hissəsi buradadır. Burada baraqlı bir hissə var. Burada siz çaşdıracaq. Bunu izah edin, baxın. Görün nə qədər sadə bir struktura və sadə bir metod verəcəm sizə. Baxın, burada group of people var. Bu bizim açar sözlərimizdən biridir. Mən baxıram ki, group of people bizim açar sözlərimizdən biridir. Bir də noun sözü çox boş yerə verilmiş bir söz deyil. Bu söz həmişə bizi çaşdıra biləcək sözdür. Mən burada baxıram 70-dən sonraki cümlədə people da var. Tamam mı? Group da var. Tamam mı? Sonra noun sözü də var. Məsələn, çox tələbə avtomatik noun görən kimi avtomatik bunu götürəcəkdir. Düzdür? Amma bunu götürə bilmərik. Bu ərazinin adlandırılmasıdır. Burada D article verilib və xüsusilə də insanların adlandırılması. Burada da insanların adlandırılması ilə verilən ifadə, baxın, qrupla verilib. Burada people verib, sonra onu qrupla dəyişib və D article-la da bu sözü verir. Yəni, çox tələbə avtomatik bunu mən də tələb eləmişdim də, bəzi qism tələbələr normal aldı. Burada noun sözündə görən kimi avtomatik olaraq Judy sözünü verirdi. O da ki, məncə düzgün deyil. Məncə deyəndə ümumiyyətlə düzgün deyil. Səbəb ona görədir ki, bu ora gedə bilməz. Çünki bu Judy bu yerə aid ola bilər. Burada deyir ki, group of people. Yəni tanınırdı. D artiklından da verilən və group of people-a aid olan hissə budur və noun ifadəsi də həmişə yadda saxlayın. Noun sözünü mən həmişə deyirəm. Noun sözünü called ifadəsi ilə sinonimləşdirirlər. Avtomatik. Bunu yadda saxlayın. D artiklından da verilən hissə nədir? Essence ifadəsi. Yəni özü də fikir versəz, ümumiyyətlə çox rahatdır. Özümə də ləzzət eləyir, çünki reading elə də çətin deyil. Yəni bu hissəni də işləməyə ehtiyac məncə yoxdur. Çünki istəsəz istifadə etmək olar. Məsələn, buna baxalım. Burada dil teması var. Bu boş yerə deyil. Bir də written teması var, yazılma teması. Burada növbəti hissəyə keçəndə ümumiyyətlə burada belə bir hissə var. Alfabetlərdən söhbət gedir. Fikir versəz, bax burada. Burada tekstlərin yazılması written-dan əslində sinonimləşdirilmiş bir hissələrdir. Əsasən dil deyir, hansı dildə olur? Yəni bu rahat bir sualdır. Yəni bunu da görən kimi avtomatik seçmək olardı yəni. Bunlar çox rahatdır əslində. Çünki sinonimləşdirə bilər. İki cür verir cavabı. Ya sinonimləşdirir, ya da eyni qaydada verir. Yəni fərqli qaydada vermir. Gəldi true false-lara çox vaxtınızı almayacağam. Çünki bilirəm ki, çox vaxt almaq düzgün deyil. Düşünürəm ki, tez qutarıb tez təhvil verməliyəm ən azından. İndi gəldik ən əsas məsələlərə. Ən əsas məsələmiz nədən ibarətdir? Deməli, burada belə bir məsələ var. Birinci 6-cı sualdan başlamaq istəyirəm. 6-cı sualda fikir versəz, açar sözlərimiz bunlardır, teenagerlardır. Bir-bir buna baxmağa çalışaq. Siz də baxın, mən elə bilin ki, siz orada işlədiyinizi mən düşünək ki, hiss edirəm, görürəm və sizin də baxmaq istəyirəm ki, görüm necədir. Məsələn, burada əslində bu ifadə burada hardasa bu hissələrdə idi. Çünki necə deyərlər, burada başlamışdı. Məsələn, burada mən baxıram ki, fikir versəz, bizim açar sözlərimiz hansılardır? Disappoint açar söz ola bilər. Sonra nə açar söz ola bilər sizə qəys? Məsələn, money ifadəsi də açar söz ola bilər. Bir dənə siz baxın. Mən bir dəqiqədən sonra bunun cavabını deyəcəm. Düşünək ki, siz cavab axtarırsınız və mən də sonra cavabı deyib sizə üçün izah vermək istəyirəm. Fikir versə burada pul teması var və bu yadda saxlayın ki, burada cavab not given olacaq. Çünki həqiqətən də disappointed olması, pula görə disappointed olmaları ilə bağlı müəyyən summa söhbətləri var. Amma disappointed olmaları, yəni sırf buna görə disappointed olmaları ilə bağlı heç bir məlumatı özündə əks elətdirmədiyinə görə biz bunun cavabını nə götürürük? Not given götürürük. Not given necə olur?
bir hissə haqqında heç bir məlumat verilmir və o hissə ücə avtomatik olaraq nə sayılır? Not given sayılır. Gəldi indi əsas məsələyə. Belə sual, agreement sualı düşəndə həmişə ehtiyatlı olun. Burada agreement var. Sonra bu ifadəni, bunu görürsünüz. Bu ifadələr burada var. Yəni bunlar bizim üçün hamısı ifadədir. Məsələn, bu ifadəni lap ümumiyyətlə açar söz kimi götürürəm. Fikir verirəm ki, elə burada avtomatik elə birinci hissədə fikir versəz burada açar söz kimi götürsək buradadır. Və burada deyir ki, agreement, razılaşma var artıq. Amma fikir versəz bu söhbətdə həmişə belə bir hissələrlə bizim cavabımızı false eləmə qabiliyyətinə malikdir. Fikir verir ki, burada amma orada razılaşma söhbəti yoxdur. Çünki debat söhbəti var. Debat nədir? Müzakirələrin olması. Yəni mən deyirəm ki, mən tələbələrin razılıq əldə etmişəm ki, artıq onlar həftənin 5 günü IELTS dərslərinə gələcək. Amma mətndə verir ki, IELTS həftədə 5 dəfə IELTS dərsinə gəlmək üçün müzakirələr aparılır. Yəni biri var müzakirə aparılır, bir də var ki, artıq mən o məsələni həll etmişəm. Əlbəttə ki, həll olunmayıb. Yəni razılaşma yoxdur. Sadəcə hələ ki söhbət aparılır. Ona görə də cavab nədir? Cavab avtomatik olaraq false-dur. Ümid edirəm ki, qısa bir video izahatda sizə nələrsə kömək eləməyə çalışdım və sizdən də xahişim aşağıda kommentar bölməsində öz fikirlərinizi mütləq şəkildə səsləndirin. Mən də bir növ yaxşı məndə motivasiya alım. Sizləri sevirəm, yaxşı ki varsınız. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.